Salam əziz abituriyentlər və sertifikasiya hazırlaşan coğrafiya müəllimləri. Bugün sizlərlə OTK-nın 10 may 2026-cı il tarixində blok fənləri üzrə təşkil etdiyi sınaq imtahan sualları ilə qarşınızdayım. Onu da bildirim ki, coğrafiya fənni üzrə təməl qruplara, yəni 6, 7, 8-ci siniflər və abituriyent qruplarından 9, 10-cu siniflər üzrə dərslərə qeydiyyat davam edir. Dərslərimiz həftədə 3 dəfə 1,5 saat olmalı keçiriləcəkdir. Həmçinin də son 2-ci cəhd qrupuna da son qrup yığılır və bu dərslərə də qeydiyyat davam edir. Dərslərə qoşulmaq üçün 077 320 7696 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə sualların izahına keçək. 31-ci sualda deyilir, xəritə sxemində rəqəmlərlə verilən ərazilərdə yayılan faydalı qazıntıların düzgün verildiyi sıranı müəyyən edin. Variantlara baxaq. 2 nömrəli ərazidə molibden yatağını bildirir. Bəli, bu Naxçıvanda, Ordubadda yerləşən Paraqaçay, Diyaqçayda polimolibden yatağı. 3 nömrəli ərazi qızıl, bəli, Zəngilanda Vecnə yatağı qızıl. 5 nömrəli ərazi isə neft, Muradxanlı yatağı İmişlidə nefti bildirir. 32-ci suala keçək. 60 dərəcəlik paralel üzərində iki məntəqə arasındakı məsafə 20 dərəcədir. Bu məsafə miqyası 1 bölünsün 1.800.000 olan xəritə üzərində neçə santimetr olduğunu hesablayın. 60 dərəcəli paralelin 1 dərəcəlik qövsün uzunluğu 55,8-dir. Meridian və paralelləri çəksək. 60 dərəcəni qeyd eləsək, onlar arasındakı məsafə 20 dərəcədir və 60 dərəcəli paralel uzunluğu 55,8-dir. 55,8-i 20 dərəcəyə vurmaqla həqiqi məsafəni tapırıq. Bu da 1160 km eləyir. Və miqyasımızı tapsaq, burada kiçiltmə 18 km ərazi kiçildilmişdir. Yəni 1160-ı da 18-ə bölsək 62 santimetr eləyəcəkdir. Düzgün cavab variantımız E variantı. Yəni xəttdəki məsafəmiz 62 santimetrdir. 33-cü suala keçək. Ölkə təsərrüfatının 3-cü sektorunda çalışanlar, yəni xidmət sektoru çalışanlar 21 milyon nəfər və ya əmək ehtiyatının 70%. Bunu qeyd elə. 21 milyon 70%. X milyon 100%. Tənasüb qaydası ilə X-i tapaq. 21-i 100-ə vurub 70-ə bölsək, əhali əmək ehtiyatı 30 milyon. Əmək ehtiyatı tapdığımız, yəni 30 milyon isə əhalinin 60%-ni təşkil etsə, əhalinin mütləq sayını tapın. Yəni 60%-ni 30 milyon 60%, X milyon isə 100%. X bərabərdir 30-u 100-ə vurub 60-a bölək. Yəni əhalinin sayı, ümumi əhalinin sayı 50 milyon nəfər olacaqdır. Düzgün cavab variantı A. İran dil qrupuna mənsub əhaliyə malik olan ölkə ilə həmsərhəd olmayan müstəqil türk dövlətini müəyyən edin. Burada dövlətlərə şirkə Qırğızistan, Özbəkistan, Türkmənistan, Türkiyə, Qazaxıstan. Bunlardan 4-ünün də İran dil qrupuna mənsub olan ölkələrlə, yəni Tacikistanla, Əfqanistanla, İranla sərhəd mövqeyinə malikdir. Yalnız Qazaxıstan, İran, Pakistan, Tacikistan bunlardan uzaqdadır və bunlarla sərhəd mövqeyinə malik deyil. Yəni Qazaxıstan, Rusiya ilə, Çinlə, Monqolistanla, Özbəkistan, Qırğızıstanla sərhədə malik dövlət olduğundan həmsərhəd olmayan müstəqil türk dövləti Qazaxıstan olacaqdır. 35-ci suala keçək. Geoloji strukturu qərbdən şərqə doğru aşağıdakı ardıcıllığa uyğun gələn materiki müəyyən edin. Bura fikir verirsə alt qırışıqlığı ilə başlayan. Antarktidada başlayır alt qırışıqlığı, lakin Mezozoy ilə davam eləmir. Cənubi Amerikada alt qırışıqlıqla başlayır, lakin Mezozoy ilə davam eləmir. Afrikada alt qırışıqlığı ümumiyyətlə yoxdur. Yalnız yoxdur deməyək, daha doğrusu şimal hissədə yalnız Atlas dağlarında alt qırışıqlığı yerləşir. Bu davam eləmir. Alt qırışıqlığından sonra Mezozoy ilə davam eləmir. Avrasiya müxtəlif, yəni qarışıq relyefə malikdir. Bunu Avrasiya demək düzgün deyil. Yalnız Şimali Amerika uyğun gəlir. Çünki Şimali Amerikanın qərbində alt qırışıqlığıdır. Bu sahil silsiləsidir. Sonra Mezozoy, Kordilyerin şərqi, Qayalı dağlar, sonra Qədim platforma, sonra isə Appalaçın cənub və şimalı Kaledon Hilsin qırışıqlığını əhatə edir. Bu da E variantı düzgün cavab variantımızdır. 36-cı suala baxaq. Yanacaq energetika balansında Azərbaycanda yanacaq energetika kompleksi üçün səciyyəvi olmayan, yəni mənfiləri götürəcəyik.
Alternativ enerji mənbələrindən istifadə edilir. Bəli, alternativ enerji, su, küləkdir. Bu kimi enerji mənbələrindən də günəşdə istifadə olunur. Kömür ehtiyatları əsasında İES-lər fəaliyyət göstərir. Xeyr, İES-lər qaz ehtiyatları, bəzən isə digər enerji mənbəyi əldə etmək üçün də neftdən istifadə olunur. Bu doğru deyil. Yanacaq enerji balansında neft və təbii qazın payı böyükdür. Bəli, yanacaq enerji balansının əsasını neft və təbii qaz təşkil edir. Xaricdə elektrik enerjisi idxal edilir. Xeyr, xaricdə elektrik enerjisi idxal edilmir. SES-lər daha çox iri şəhərlərə yaxınlığında yerləşir. Xeyr, SES-lər iri şəhərlər yaxınlığında yerləşmir. Bu düzgün variant deyil. İES-lər əsasən Tələbat rayonlarında yerləşir. Bəli, İES-lər Tələbat rayonlarına meyl edir. Bunlara Astarada, Şəkidə, Naxçıvanda olan İES-ləri misal göstərmək olar. Düzgün cavab, yəni səciyyəvi olmayan istədiyindən 2, 4 və 5 E variantı olacaqdır. 37-ci suala keçək. Respublikamızda müvafiq olaraq cənub-qərb, cənub-şərq və şimal-şərq istiqamətində axan çayları müəyyən edin. Bura fikir versək, Oxtuzay. İlk növbədə burada qeyd edəyəm. 1, 2, 3-ü qeyd edəyəm. Daha tez variantı tapa bilək. Oxtuzay cənub-şərq istiqamətində axan çaydır. Yəni, bu da Zəngilan rayonunda. Buna baxsaq, cənub-şərq uyğun gələn 2-yə A. B variantı Kürmüc çay. Bu da cənub-qərb istiqamətində axan çaydır. Bu 1-ə B. Qudyal çay şimal-şərq istiqamətində axan çaydır. Bu 3-cüyə gedəcək. C. Pirsaat çay cənub-şərq istiqamətində axan çaydır. Bu 2-ci varianta gedəcək. Tərtər çay, bu da şimal-şərq istiqamətində, yəni külə tökülən çaydır. Bu da 3-cüyə gedəcək bu variant. Və Əlincə çay. Əlincə çay isə cənub-qərb istiqamətində Naxçıvanda axan çaydır. Bu da 1-ciyə gedəcəkdir. BF, AD, BF, AD, CE. Bu da düzgün cavab variantımız E variantı. Abituriyentlər, videonu dinlədiyiniz üçün təşəkkürlər. Dərslərə qoşulmaq üçün yuxarıda qeyd etdiyim nömrə ilə də əlaqə saxlaya bilərsiniz. Dediyim kimi, yenə də ikinci cəhd imtahanına da son qrupa da yerlər az qalmışdır və coğrafiya fənni üzrə ikinci cəhd imtahanı üçün də müraciət edə bilərsiniz. Videonu izlədiyiniz üçün təşəkkürlər. Videonu paylaşmağı, bəyənməyi və yorum yazmağı unutmayın.